Hayatta namaz kılmayıp xoşbəxtlik aktaranlara Allah'ın bu ayesini hatırlatmak istedim. Allah Teala buyurur, müminler xoşbəxtlik taptılar. Hansı müminler? O müminler ki namazlarını huşu ile kılarlar. Müminin suresinin 1-2. ayesi. Müslüman kardeşler, Peygamber sallallahu aleyhi ve sellem sahih bir hadiste buyurur. Kim namaz üzerinde muhafazakar olarsa, yani namazını devam etti kılarsa kıyamet günü onun namazı ona nur ve nicat olar. Yok eğer kim namazını devamiyetli kılmazsa kıyamet günü onun için ne nur olar ne nicat. Bu insan kıyamet günü en şerli insanlarla vazife düşkünü olan hemen mal devlet kölesi olan Qarun, hem dünya hem vazife düşkünü olan tekebbürlü ve lovğa Firavun ve sonunda azmış tacir olan Ubey ibn Halef ile bir yerde haşrolar. Hadisi İmam Ahmed sahih yolu rivayet etmiştir. Hadiste sadaladığımız bu 4 insanlar hamısı kafirlerdir ve namazı terk eden insan da kıyamet günü bunlarla bir yerde haşr olacak. Ey namazdan uzaklaşmış kimseler, soruşun hakiki namaz kılıp namazlarına sadık kalan kimselerden namazlarında ne taptılar ki ona böyle bağlandılar? Cevap kalp rahatçılığı, huzur, sükunet, sevinç ve xoşbəxtçilik. Huzur tapan insan salamat olar. Salamatçılığa çatan ikinci bir şey ise hayatta yoktur. Salamatçılığa çatan ikinci bir şey ise hiçbir şeyle almak mümkün değil. Hiç de zengin olmak, xoşbəxt olmak anlamına gelmez. Hiç de xoşbəxt olmak zengin olmak değil. Çok ağlayan varlılar var, Qızıltepe'de kan kusurlar. Hansı tabakada yer almağın önemli değil. Önemli olan Allah'ın ipinden möhkem yapışmağındır. Həmçinin bunun aksine baktığımız zaman en sıkıntılı insanlar namazı terk eden veya hutta namazlarına sehlenkar yanaşan kimselerdir. Allah herkese hidayet versin. Hidayet ettiklerini ise sabit etsin. Ey namazı terk eden kimse, sonda mənə yaxşı qulaq as. Hak çattıktan sonra namazı terk edenin kıyamet günü hiçbir bahanesi olmayacak. Eğer vaktini bahane getirirsense bil ki mesele imkan meselesi, vakt meselesi değil, iman ve istek meselesidir. Eğer iman ve istek olsaydı imkan da taplardı. Lazımsız şeylere ve yerlere gözünü yumup vaktini kurban vermeyin. Mesela internetin qabağında səhərə kimi oyak kalmağın buna delil değil mi? Geceleri səhərə kimi namaz kılmaktan ayağı şişen peygamberin səhərə kimi internet karşısında gözleri şişen ve 2 rekat sübh namazını kılmadan yatan insanın halı ne olacak? Unutma ki Allah Subhanahu Teala seni internetin qabağında oturup şekil paylamak için yaratmayıp, oturup çatlaşmak için yaratmayıp. Eğer tembellik edirsense bil ki bu senin kalbinde Allah'ı layıkınca kıymetlendirmemendendir. Tembellik ederek dünya için sonsuz ahiretini satma. Bir an evvel namaza başla. Tembelliği küçük görme. Peygamber sallallahu aleyhi ve sellem günde 2 defa tembelliğin şerrinden Allah'a sığınardı. Yoksa namaz kılmakla izzetten, hürmetten düşeceğini mi zannedirsen? Kulak as gör, Allah Subhanahu Teala ne buyurur? De ki kudret yalnız Allah'a, onun elçisine ve müminlere hastır. Ama münafıklar bunu derk elemezler. Allah karşısında eğilmek seni başkalarının karşısında eğilmekten koruyar. Allah'ın sana Rabb olması sana iftihar olarak yeter. Yoksa namaz kılmayı sonraya mı saklayırsan? Kulun en büyük hatası gençliğini eğlencede, gaflette geçirip ibadeti sonraya saklamasıdır. İbadeti yaşlılığa, kocalığa saklayanların misali köhne ve çürük şeylerden sadaka verenler kimidir? Sabah sabah deyip özünü aldatma. Çünkü her namazsız başladığın gün dünənin sabahıdır. Yoksa dünyanın faniliği ve güzelliği mi? Unutma, dünyada kalmırsan, keçirsen, dünya itip giden bir kölgedir. Selefler buyurur, derdi dünya olanın dünya kadar derdi var. Dünyanın derdi hiç vaxt kurtarmayacak. Peygamber sallallahu aleyhi ve sellem buyurur, ey Ömer, istemezsen ki dünya onların, ahiret bizim olsun. Hatta senin dünyadan elinden her şey çıksa bile sen yine kazanmışsan, yine üstün olan sensen. Allah Teala buyurur, bu dünya hayatı oyun oyuncaktan ve aldatıcı zevkten başka bir şey değildir. Ankabut suresinin 14. ayeti. Ama bu hakikati kalp gözüyle bakanlar görer. Dünya gözüyle bakanlar ise ancak gördüklerini görürler. Ey insan, ne edirsense et,
Ama dünyadaki rolunu yaxşı oyna. Çünkü ahiretteki filmin başrolcusu sensen. Yoksa her yeri bürüyecek açık saçık gezen kadınlar mı? Allah cehennemi boş yere yaratmayıp eğer kızmış ve azmış kadın aktarırsansa cehennemde çok var. Cehennem ehlinin çoksu kadınlardır. Cehennem ehlini sevmek onlarla olacağına işarettir. Peygamber sallallahu aleyhi ve sellem buyurur: "Kullu ümmeti muafa illa mucahirin." Ümmetimden herkes bağışlanacak. Ancak günahları açık aşkar edenlerden başka. Hadisi İmam Bukhari rivayet etmişti. Ve bugün lüt soyunup ezalarını bayırda koyup gezen kadınlar da günahları açık aşkar etmekle yanaşı. Yani günahları açık aşkar etmeyin üzerine insanları fitneye salmak günahı gelir. Peygamber sallallahu aleyhi ve sellem buyurur: cehennem ehlini sevmek ise onlarla olacağına işarettir. Peygamber sallallahu aleyhi ve sellem buyurur: El mer'u ma'a men ahab. Peygamber sallallahu aleyhi ve sellem buyurur, kişi sevdiğiyle beraberdir. Diğer hadiste ise buyurur: dünyanın ve kadınların şerrinden özünüzü koruyun. Yoksa kazanç ve kasıpçılık korkusundan mı namazı terk ettin? Ruzi ve kazanç korkusundan namazı terk etme. Pulun paranın kölesi olma. Allah Teala Kur'an-ı Kerim'de buyurur: kim Allah'tan korkarsa Allah düştüğü her bir sıkıntıdan ona çıkış yol açar ve aklına hayalına gelmeyen yerden onu ruzlendirer. Kim Allah'a tevekkül ederse Allah ona kifayet eder. Talak suresinin 2-3. ayetleri ruzi ummadığın yerden gelir. Ve başka bir hadiste buyurur: paranın ve pulun kölesi olana Allah lanet eylesin. Bukhari, Tirmizi, İbn Mace. Eğer insanın pul kazanmağı, maaşlı işi onu namazdan alıkoyursa demeli bu insan artık pulun, paranın kölesi olmuştur. Yoksa ölümü özünden uzak görmeyin mi? Allah Teala buyurur: kullu nefsin zâikatul maut. Her bir can ölümü tadacaktır. Şeytan hemişe başkaları ölecek vesvesesiyle senin kulağını doldurur. Ama ölüm gözüyle kaş arasındadır. Hiç kimin dünyada ikinci şansı olmayacak. Bir şansımız var, o da indi. Dünyaya bir defa gelirik. Dünyanın güzelliklerine aldanıp namazı terk etme. Bir gün gitti bu demekti ki ölüme bir günde yakınlaştın. Bir gün seni de yük kefenleyecekler. Sonra kabre koyacaklar. Ölmemeye, kabre girmemeye bir çaren var mı? Ebu Zer radıyallahu anh buyurur: en garip ve en kesip, en muhtaç günüm kabre koyulacağım gündür. Ölüm hayatta itirdiğimiz en büyük itki değil. En büyük itki yaşarken terk ettiğimiz namazdır. Ama iman getirip namaz kılanlardan olsan sevin. Çünkü Allah'la olduktan sonra ölüm de hoştur, ömür de. Cennete düşen ele bir kimse yoktur ki dünya ve içindeki her şey ona verilsin. Verilse böyle geri qayıtmak istesin. Hadisi İmam Bukhari rivayet etmiştir. Ayrılabilmeyeceğin villalar, ayrılabilmeyeceğin saheler, basenalar, yaşıllıklar, pullar, zövceler, uşaklar, dostlar, tanışlar, ümumen dünyanın bütün güzellikleri. Eğer sen cennete düşsen, orada sana deseler ki git onları ziyaret ele gel, diyeceksen ki istemiyorum, lazım değil. Fikirleşirsiniz. Ona göre Peygamber sallallahu aleyhi ve sellem buyurur: cennete düşen kimse dünya ve içindeki her şey ona verilse bile dünyaya qayıtmak istemez. O ana ki övladı ölende feryat eləyir, övladı uğrunda canını feda eləyir. Onsuz demek olar ki yaşaya bilmir. Cennete düşenden sonra o anaya etseler ki git övladını ziyaret ele gel, yetim kalıp başına bir el çek, diyecek istemiyorum. Hadisten başa düşülen budur. Allah subhanahu teala buyurur: ey iman edenler, rükû ve secde ederek Rabbinize boyun eğin ki belki nicat tapasınız. Hac suresinin 77. ayeti ve diğer ayette Allah subhanahu teala buyurur: şüphesiz ki ben Allah'ım, menden başka hiçbir ilah yoktu. Onun için yalnız mənə kulluk et ve beni hatırlamak için namaz kıl. Taha suresinin 14. ayeti: ey insan, Allah'ın sana olan nimetlerini hatırla. Gözüne, eline, ayağına, ürəyinə, böyrəyinə, ciyərinə qarşılıq dünyanı verseydiler, yani sen etseydiler, senin her hansı bir ezan ellerin hansısa milyarderin oğluna donor olarak gedir.
Sənə milyard verək, əllərini verərdinmi, qəbul edərdinmi? Yox, onda niyə bu əlləri verənə səcdə etmirsən? Allaha gedən yol səcdədən keçər. Allah qullarını səcdə seçər. Kiminlə danışdığınızı bilsəydiniz, vallahi namazdan heç vaxt ayrılmazdınız. Allah bizi eşitib faydalanlardan etsin. Allahümmə, sən Allahsan, sənədir qulluğumuz, səndədir çarəmiz, səninlədir varlığımız, səni axtarar ruhumuz, səni anar qəlbimiz, başqaları yaradılmışdır, sən yaradansan, başqaları möhtacdır, sən ehtiyacsızsan və ehtiyacları görənsən, başqaları cahildir, sən alimsən, başqaları bir an sonra başlarına nə gələcəyini bilməz, sən olanları və olacaqları, olmayanları və olsaydı, necə olardı bütün bunların hamısını bilənsən, başqaları yatar və unudar, sən isə nə mürgüləyər, nə yatar, nə də unudarsan, başqaları acizdir, sən isə hər şeyə qadirsən, səndən ümid kəsilməz, sən imkansız şeyləri mümkün edənsən, ölüdən diri, diridən ölü çıxardansan, sən ki bizə rəhm etdiyin üçün bizə Muhammed sallallahu aleyhi və səlləmi göndərənsən, günah etdiyimiz anda dərhal bizi cəzalandırmağa tələsməzsən, tövbə etməyimiz üçün bizə möhlət verərsən, sən ki bizlərə valideynlərimizdən də daha çox qayğı, sevgi göstərənsən, sən səni dərk edən üçün hər şeyi əvəz edərsən, amma hər şey səni əvəz edə bilməz. Səndən başqa ibadətə layiq heç bir ilah yoxdur. Sən Allahsan, sən Rəhman və Rəhimsən, sən Zülcəlali və İkramsan, sən Hayyul Qayyumsan, sən heç bir tayı bərabəri olmayan, doğmayan, doğulmayan Allahsan, sən ki bütün nöqsansız sifətlərin, gözəl adların sahibisən, o adlar ki, o adlarla özünü adlandırdın, o adlar ki sən onları yarattıqlarından kiməsə öyrətdin, o adlar ki sən onları öz aləmində bildiyin hikmətə görə gizli tutdun, bütün ad və sifətlərini də səndən istəyirik ki, bizləri cənnətə və cənnətinə yaxınlaşdıran bütün əməllərə müvəffəq elə, bizləri əzabından, əzabına yaxınlaşdıran bütün şər əməllərdən qoru, günahlarımızı, qüsurlarımızı bağışla, bizləri cəmi səhv və qüsurlardan salamat et, dualarımızı qəbul et, aqibətimizi xeyirli elə, son nəfəsimizdə təvhid kəlməsini deməmizi bizə nəsib et, ölülərimizi bağışla, bizləri şeytanın və düşmənlərimizin şərindən, nəfs-i əmmarənin şərindən mühafizə elə, evimizə yaxşılıqlar, xeyirli, bərəkətli ruzlər lütf et, müsəlmanlara salamatçılıq lütf et, din düşmənlərini qəhri pərişan elə, ya Rabbi, namazı niyazı bıraxan, narkomanlıq, içki, qumar vasitəsilə evinin yolunu unudan, müxtəlif günahlara düçar olan millətimizin övladlarına hidayət ver, uşaqlarımızı ədəbli, əxlaqlı, fəzilətli, anasına, atasına, müəlliminə hörmət edən, Allahına, Peyğəmbərinə hörmət və təzim edənlərdən et. Ya Rabbi, adları unudulmuş, torpaq altında çürümüş, nəsilləri kəsilmiş, yer üzərində onlara dua edəcək kimsələri qalmamış dünyadan köçən müsəlmanların günahlarını bağışla, qəbir əzabını onlardan qaldır, qəbirlərini nurla doldur, ahirətdə özümüzə istədiyimiz hər xeyri onlara da nəsib et, qorxduğumuz və sığındığımız hər şeydən onları qoru. Allahümmə, sən bizim Rəbbimizsən, səndən başqa ibadətə və itaətə layiq heç kimsə yoxdur. Bizləri sən yarattın, bizlər sənin qullarınıq, sənə verdiyimiz əhdi və vədi gücümüz çatan qədər yerinə yetirməyə çalışırıq. Sənin bizlərə olan nemətini və günahlarımızı sənin qarşında etiraf edirik. Bizləri bağışla, günahları bağışlayan ancaq sənsən. Allahümmə, sən kərimsən, bağışlamağı sevənsən, sevdiyin şeyi səndən istəyirik. Sevdiyin şeyi bizdən əsirgəmə, bizləri bağışla, günahları bağışlayan ancaq sənsən. Və ən son duamız isə aləmlərin Rəbbi olan Allah həmd sənə etməkdir. O hər şey qadirdir. Və axiru da'vana enilhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləm.